Aleksandr Düma, Qafqaz səfəri, 27-ci fəsil, Şamaxı. Rus təqvimi ilə noyabr ayının 11-də, bizim təqvim ilə 23 noyabr. Bakıdan təxminən 8 verst aralandıqdan sonra geriyə baxaraq axırıncı dəfə minik arabasından Xəzərə əlvida dedim. Biz qəti qərarı almışdıq ki, gündə 120 verst yol gedək. Qafqaz yollarında bir gündə 30 lyo yol qət etmək çox böyük məsafədir və beləliklə Şamaxıda keçmiş Şumaxıda gecələyəcəkdik. Yolu yarılayandan sonra bir zabitə rast gəldik. Şamaxı qubernatorunun müavini olan bu zabit onun göstərişi üzrə xüsusi müşayiət dəstəsi ilə bizi qarşılamağa gəlmişdi. Qubernator özü Tiflisdə idi. Artıq bir neçə gün idi ki, ləzgilər yenə dağlardan enməyə başlamışdılar. Biz yenidən Qızlarda, Çiryurtda və Xasavyurtdakı gözəl günlərimizə qayıdırdıq. Gecə yarısı olmasına baxmayaraq, gözətçi məntəqələrinə nəzarət edən bu zabit atlarımızı dəyişdirdi. O olmasaydı, yəqin ki, biz axşam tərəfi saat 6-da dayanmalı olacaqdıq. Ancaq belə olmadı. Yolumuza davam etdik və gecə yarısı Şamaxıya çatdıq. Burada bizi isti sobası, yandırılmış çıraqların işığında göz oxşayan xalıları, gözəl divanları olan və süfrəsində yemək buğlanan bir mənzilə qonaq etdilər. Şam yeməyindən sonra məni bir otağa apardılar. Burada yazı masası, üstündə isə kağız, təzə qələmlər və qələm biçmək üçün iti cib bıçağı vardı. 20 il məni tanıyanlar belə bundan artığını, daha doğrusu hər şeyi belə yerli yataqlı təşkil edə bilməzdilər. Mənim otağımın divarlarını 3 lövhə bəzəyirdi. Fontainebleau'da vidalaşma, Yaffada vəbalılar, Montoro döyüşü. Mən Dandukovun və Bagrationun evindəki kimi çarpayda yox, gözəl bir xalçanın üstündə yatdım. Sabahı gün səhər tezdən şəhərin polis rəisi bizə təşrif gətirdi. Qulluğumuzda hazır olduğunu bildirdi. Mən şəhərdə görməli yerlərin çox olduğunu əvvəlcədən bilirdim. Odur ki, Şamaxını gəzmək istədiyimizi bildirdim və biz birlikdə çıxdıq. Təəccübümə səbəb olan ilk şey qoyunların bir evin damında otlaması oldu. Evin damına torpaq tökmüşdülər və bura çəmənliyə oxşayırdı. Orada bitən otlar nə az, nə çox, Versal küçələrindəki otlar qədər idi. Qoyunlar bu çəmənlikdə otlayırdılar. Onların bura haradan qalxdıqlarını, necə gəldiklərini heç cür anlaya bilmirəm. Şəhər iki hissəyə, yuxarı və aşağı tərəfə ayrılır. Çox az şəhər Şamaxı qədər fəlakətə məruz qalır. Şəhərin aşağı hissəsində ilin 3 ayı qızdırma xəstəliyi baş alıb gedir. Camaat qızdırmadan qırılır. Yuxarıya, dağa tərəf qalxdıqca xəstəlik azalır. Ancaq burada da əhali zəlzələlərdən yaxasını qurtara bilmir. Şamaxı hər gün sabahından nagüman oyanır. Qızdırma ilə zəlzələ arasındakı fərq ondan ibarətdir ki, qızdırma hərdən bir ara verir. Zəlzələnin isə demək olar ki, ardı arası kəsilmir. Şamaxının əsas düşməni yalnız qızdırma və zəlzələ deyil. Burada bu iki bəladan da qorxulu adamlar vardır. Vaxtilə Şamaxı zəngin Şirvan xanlığının paytaxtı olub. Bu xanlıq hər il milyonlarla gəlir gətirirmiş. Hazırda şəhərin əhalisi 10.000 nəfərdir. Əvvəllər isə burada 100.000-ə qədər əhali yaşayırdı. Əlcəzair şəhəri ətrafında məskunlaşmış tayfalar arasında hamının alim, bilici kimi tanıdığı Əl-Mukranidən bir gün xəbər aldım. Qranitdən və tunçdan tikilmiş qədim məşhur şəhərlər olan Suz, Persepolis, Babil, Memfis, Balbek və Palmir haqda heç nə eşitməmisənmi? Çadırımı dartıb saxlayan bu ip adi kəndirdən başqa bir şey deyildir. O mənə cavab verdi. Amma bu ip o dediyin şəhərlərdən daha uzun ömürlüdür. Mənim onlar haqda bildiyim bundan ibarətdir. Mənim sualıma bundan yaxşı cavab vermək qeyri-mümkündür. Bu at üstündə keçən köçəri həyatının dili ilə oturaq həyatın təsviri idi. Voltaire özünün böyük Pyotrun tarixi əsərində ortabab bir tarixçinin məlumatlarına əsaslanaraq iddia edir ki, Şamaxı Midiyanın qədim paytaxtı, Midiyalılara qalib gəlib İranı müstəqilliyə çıxaran Kirin, Mandana ilə Kambizin oğlunun iqamətgahı olmuşdur. Kir Midiyalıları məcbur etmişdir ki, onu şah elan etsinlər. Kimbrədə Krezin qoşununu darmadağın etmiş, Sardı və bütün Kiçik Asiyanı ələ keçirmiş, Fərata qayıdarkən Babili işğal etmişdir və doğma dayısı Kiaksarın varisi elan olunduqdan sonra elə qüdrətli olmuşdur ki, əshabələri onu Şahənşah adlandırırdılar. Məhz həmin vaxtlar o, Babili, Suriyanı, Midiyanı, Kiçik Asiyanı və İranı öz imperiyasına tabe etmişdi. Bəs bu Fatihin aqibəti necə oldu? Bu nəhəng necə qeybə çəkildi?
Ksenofont deyir ki, o lap ağıl yaşlarında öz övladlarının qollarında dünyasını dəyişdi. Herodotsa bunun əksini deyir. Tarixin atası, təmsilin banisi deyir ki, Kir Masagetlərin kraliçası Tomrisin torpaqlarına hücum edib, onun oğlunu öldürür və onun tabeliyində olan dövlətləri zəbt etmək üçün yürüşə başlayır. Lakin bu vaxt o Tomrisə əsir düşür və nəticədə oğlunu itirmiş ananın qəzəbinə düçar olur. Tomris antik əfsanədəki Nemezida kimi Kirin başını kəsdirib, qanla dolu bir ləyənə ataraq deyir: "Ömrün boyu axıtdığın qandan istədiyin qədər iç, qoy gözün doysun." Əgər qədim tarixçilərin adını Kür çayına verdikləri Kir haqqında həqiqət doğrudan da budursa, onda bu tarixi fakt Volterin əsərinin xeyrinədir. Fəlsəfə lüğətinin müəllifindən daha çox alim kimi şöhrət qazanan Danvil məsələyə Herodotdan daha subyektiv yanaşaraq qeyd edir ki, yerləşdiyi coğrafi əraziyə görə və yerli Azərbaycanlıların tələffüzündə Şamaxı kimi səslənən yeri Şumakan kimi qəbul etsək, bura elə Ptolemeyin qədim Mamaşiya adlandırdığı yerdir. Oliari 1645-ci ildə məşhur Holstein səfirliyinin nümayəndəsi kimi burada olmuşdur. Həmin bu səfirliyin katibi bütün gecəni çaqqalların qorxusundan bir ağacın üstündə keçirdiyindən dəli olmuşdu. O vaxtlar Şamaxı çiçəklənmə dövrünü yaşayırdı. Ticarət yollarının kəsişdiyi bu şəhər şərqi, qərbi, cənubu birləşdirən bir nöqtə idi. Ancaq əfsus ki, günlərin birində toqquşma zamanı Şamaxılılar Rus tacirlərini qətlə yetirirlər. Bu isə Rusiya ilə İran arasında müharibə üçün bir bəhanə olur. Böyük Pyotr Şamaxıya hücum edib ələ keçirir. Şəhəri və onun ətrafını xarabazara çevirir. Sonra çəkişmələr davam edir və buna İran özü bais olur. Vətəndaş müharibələri, taun xəstəliyi, süquta uğrayan imperiya vətəndaşlarının dağıdılmış şəhərlərdə öz hüquqları uğrunda apardığı mübarizələr nəticəsində 1815-1816-cı illərdə bu çiçəklənən və qədim diyarda təxminən 25-30 min əhali qalmışdı. Tez-tez baş verən zəlzələlərdən, amansız xəstəlikdən əhalinin sürətlə azaldığını görən sonuncu Şamaxı xanı şəhərin yerdə qalan 25-30 min əhalisini yaşadığı xarabalıqları tərk etməyə və onunla birlikdə Fit qalasına köçməyə məcbur etdi. Xanın fikrincə, qartal yuvasına bənzəyən bu qalada artıq heç bir xəstəlik ya da yuxarıda qeyd etdiyimiz düşmənlər onlara zərər yetirə bilməz. Şəhər tamamilə boşaldı. Küçələrdə həyatdan əsər əlamət qalmadı. 1817-ci ildə cəngavər Qamba bura gələndə Böyük Pyotrun hücumuna şahid olan 100 min nəfər şəhər əhlindən biri də qalmamışdı. Bütün cəmaatın boş, kimsəsiz qalmış ev eşiyində çaqqallar ulaşırdı. Qamba burada 4 franka bir qoç alıb kəsib yemişdi. Bu qoçu da şəhərdən 8 vers məsafədə bir kənddən birtəhər tapıb gətirmişdilər. Ancaq Şamaxı xanı hətta Fit qalasına çəkildikdən sonra da Rusiyanı narahat etdiyindən 1819-cu ilin sonlarında Rusiyaya qarşı gizli ittifaqda günahlandırılır və general Yermolov tərəfindən Tiflisə çağırılır. Bunun xan adına hörmətsizlik kimi qiymətləndirildiyindənmi, yaxud həqiqətən vicdanının o qədər də təmiz olmadığını bildiyindənmi, Şamaxı xanı xanlığı, qalasını və təbələrini ruslara qoyaraq İrana mühacirət edir. General Yermolov qalan 30-35 min nəfər Şamaxı əhalisinin kimsəsiz şəhərdə yenidən məskunlaşmasına icazə verir. Köçkün karvanı yenidən öz doğma yurt yuvasına geri dönür. Salamat qalmış evlər yenidən sakinlər tərəfindən tutulur. Dağılmış evlər isə elə olduğu kimi də qalır. Şəhər çaxnaşmalardan nə qədər çox dağıntıya məruz qalmışdısa, onun ətrafındakı məhsuldar düzənliklər daha artıq zərər çəkmişdi. Alman Güldenştatın sözlərinə görə həmin bu düzənliklərdə salxımla dolu üzüm bağlarını və barlı tut ağaclarını öz gözləri ilə görmüşdü. Artıq üzüm kollarının söykənib boyatması üçün bir ağac da yox idi və Şamaxının bugün demək olar ki, yeganə sərvəti olan barama qurdlarının bəslənməsi üçün bir dənə də olsun tut ağacı qalmamışdı. Bazara baş çəkdik. O bütöv bir küçəni tutmuşdu. Burada gözəl xalçalar və sadə ancaq zövq oxşayan ipək parçalar satılırdı. Yadımdan çıxdı deyəm ki, biz səhər şəhərin aşağı hissəsindən yuxarıya qalxarkən uçulub dağılmış çarhovuza rast gəldik və Moyne onun şəklini çəkdi. Bu çarhovuzun yanında gəlişimizdən xəbər tutan şəhər bələdiyyə rəisini gördük və o bizi evinə dəvət etdi. Onun xanımı və bacısı bizi gözləyirdilər. Xanımı gənc və gözəl, bacısı isə fransızca çox gözəl danışan orta yaşlı qadın idi. Qəribədir, elə deyilmi? Parisdən 1500 mil aralıda divarlarını Monteronun, Jaffanın, Fontainebleau'nun lövhələri bəzəyən bir evdə həm də fransızca danışan rus ailəsində olasan.
Onların təkidi ilə vəd etdik ki, qayıdan baş yenə mütləq onlara qonaq olaq. Həqiqətən də sözümüzə sadiq qalıb saat 3-də ora qayıtdıq. Şəhərin bələdiyyə rəisi cənab Osinskiyə gəldikdə isə 60 yaşı olmasına baxmayaraq bu şən deyib gülən gümrah şəxs hara getsək bizdən ayrılmırdı. Bazarda gəzərkən bizə bir dəvətnamə təqdim etdilər. Şamaxının ən dövlətli bəylərindən sayılan Azərbaycanlı Mahmud ağa bizi şam yeməyinə və rəqqasələrin iştirak edəcəyi ziyafətə dəvət edirdi. Şamaxı rəqqasələri təkcə Şirvanda deyil, həm də Qafqazın bütün əyalətlərində tanınmış, ad-san qazanmışdılar. İki məzhəbə qulluq edən bu gözəl sənətkarlar haqqında biz çox eşitmişdik. Şamaxıda rəqqasələrə baxmaq yadınızdan çıxmasın, Knyaz Dondukov bizə demişdi. Şamaxıda rəqqasələrlə görüşmək fürsətini əldən verməyin. Baqration bərk-bərk tapşırmışdı. Şamaxıda rəqqasələri görməmiş getməyin. Bu sözləri Bakıda da dəfələrlə demişdilər. Rəqqasələr xanların dövründən qalıb. Onlar saray rəqqasələridir. Bədbəxtlikdən İranlılar kimi onların da sayı azalmış, bütün Şamaxıda cəmi 3 rəqqasə qalmışdı. 2 qadın və bir balaca oğlan. Olduqca gözəl olan 4-cü qız isə Şamaxıda böyük söz-söhbətə səbəb olan bir hadisədən sonra məmləkəti tərk etmişdi. Onun adı Sona idi. Martın 1-dən 2-sinə keçən gecə ləzgilər oğurluq məqsədi ilə gözəl Sonanın evinə soxulurlar. Sənətini çox sevən və yorulmaq nə olduğunu bilməyən bu qız yatmaq əvəzinə ona şöhrət gətirən ritmik hərəkətləri gecə yarısına qədər təkrarən məşq edərdi. Həmin gecə onun rəqs müəllimi və əmisi oğlu Nəcəf İsmailoğlu da oradaymış. Hər ikisinin başı rəqsə bərk qarışsa da qəflətən qonşu otaqdan səs-küy eşidirlər. Heç nədən qorxub çəkinməyən Nəcəf xəncəri çıxarıb ora atılır. Sona içəridəki səs-küydən orada əlbəyaxa döyüş getdiyini anlayır. Eşidilən fəryad can verən insanın iniltisinə oxşayırdı. Qız özünü dava gedən otağa atır. Ayağı Nəcəfin meyitinə ilişib büdrəyir və 4 ləzginin əlinə keçir. Ləzgilərdən biri ağır yaralı idi. Ləzgilər qızın təkcə var dövlətini, daş qaşlarını, ev avadanlıqlarını oğurlamaqla kifayətlənmirlər. Onun əynindəki paltarlarını da soyundururlar. Onu yalnız bir alt köynəkdə və dizlikdə qoyub, bu da azmış kimi əl-ayağını bağlayıb ağzına dəsmal tıxayırlar və çarpayısına uzadıb qaçırlar. Ertəsi gün rəqqasənin qapısı açılmır. Qonşular gecə gözəl Sonanın mənzilindən gələn səs-küyü, qışqırıqları açıq-aydın eşitmişdilər. Lakin onlar bəzən bütün gecə rəqs edən rəqqasənin evindən gələn səslərə o qədər də əhəmiyyət verməmişdilər. Ancaq yenə də qapının səhər saat 11-ə qədər açılmaması onları narahat edir. Onlar polisə xəbər verir. Qapını sındırıb içəri girirlər. Bir otaqda Nəcəfin meyitini görürlər. Onun bədənində 3 xəncər yarası varmış. Sona isə o biri otaqda idi. Onun da əl-ayağını bağlayıb ağzına dəsmal tıxamışdılar. Nəcəfin sağ əlinin kəsilməyindən qatillərin ləzgi olduğunu dərhal başa düşürlər. Ləzgilər də çeçenlər və çərkəzlər kimi baş kəsmək adəti yoxdur. Onlar ciblərinə rahat qoysunlar deyə adətən qurbanlarının əlini kəsirlər. Ləzgilərdə və Qafqazın cənub ətəklərində yaşayan tayfalarda, məsələn rusların tabeliyində olan Tuşinlərdə qeyd edək ki, Tuşinlər də xristiandırlar. Adət halını almış bu üsul haqda bir daha danışacağıq. Sona baş vermiş hadisə haqqında polisə yenicə məlumat verib sözünü qurtarmışdı ki, küçüdən qışqırıq səsi eşidildi. Ləzgilər, ləzgilər! Azərbaycanlı milislər dərhal ayağa qalxdılar. Ruslarla türklər kimi onlar da ləzgilərlə it-pişik kimi yola gedirdilər. Artıq dedik ki, Qafqazda xidmətdə olan rus zabiti boş vaxtlarında itlə pişiyi bir-birinin üstünə qaldırıb döyüşdürər, sonra da onların amansız mübarizəsinə tamaşa edib həzz alarmış. Azərbaycanlılar dərhal atlarına sıçrayırlar. Tüfənglərini, qılınclarını, xəncərlərini götürür və ac köpəklər yaralı düşmənlərinin izinə düşən kimi şəhərdən bir verslik məsafədə Dağkəsən dağındakı bir mağarada gizlənən düşmənlərini tapırlar. Onlardan biri Nəcəfin yaraladığı adam özünü mağaraya çatdıra bilməmişdi. Azərbaycanlı milislər elə həmin bu yaralı ləzginin izi ilə onun yoldaşlarını tapırlar. Quldurlar fədakarlıqla müdafiə olunurlar, hətta hücuma keçib mühasirəni yarırlar. Ancaq mühasirə sıxlaşanda şəhərdən 3 vers aralıdakı Qızılqala adlı başqa bir mağaraya çəkilirlər. Burada başlanan əsl mühasirə 6 saat davam edir. Ölən və yaralanan milislərin sayı 10-12 nəfərə çatır. Nəhayət ləzgilərin patronları bitir və onlar son nəfəslərinə qədər əlbəyaxa döyüşmək məqsədi ilə irəli atılırlar və nəticədə yaxalanırlar. Onların oğurladıqları qiymətli əşyalar üst başlarından və birinci mağaradan tapılır.
Bu əhvalat dildən dilə dolaşıb gözəl Sonanın adının ləkələnməsinə səbəb olur. Onun şəhərdə çoxlu şagirdləri vardı. Onların hər biri elə bilirdi ki, Sona yalnız onunla məşq edir. Ancaq əmisi oğlu bədbəxt Nəcəfin gecə yarısı mənzilində öldürülməsi Sonanın onunla xüsusi münasibətinin olduğuna heç bir şübhə yeri qoymur. Şöhrətinə kölgə düşən Sona baş götürüb şəhərdən getməyə məcbur olur. Gözəl günlərin birində onun qapısı birinci dəfə olduğu kimi yenə də uzun müddət açılmır. Polis gəlib qapını itələyərək açır. Bu dəfə ev bomboş idi. O gündən Sonanın başına nə iş gəldiyindən heç kim xəbər tuta bilmir. Amma 3 qadından ibarət rəqs qrupu dağılmır. 3 rəqəmi İranlılarda sirli və müqəddəs sayıldığına görə Sonanı qız paltarı geyinmiş oğlanla əvəz edirlər. Rəqqasələr dəstəsi yenə əvvəlki kimi işinə davam edir və maraqlıdır ki, bu yerdəyişmə rəqsin məzmununa nəinki xələl gətirmir, hətta onu daha da canlandırır. Bəli, Azərbaycanlılar belə məzəli adamlardır. Ziyafət axşam saat 8-ə təyin olunmuşdu. Cənab Osinskigildə ev sahiblərinin təkidi ilə söz vermişdik ki, məclis gecə nə vaxt qurtarsa, biz qalaya qayıdacağıq. Orada bizim şərəfimizə fransız sayağı təntənəli bir ziyafət təşkil olunacaqdı. Gənc Qızlar Məktəbinin fəxri müdirəsi Madam Osinskaya bizim gəlişimiz münasibətilə bütün pansionat üzvlərini ora dəvət etmişdi və mənim yaddaşımda xüsusi iz buraxan 15 yaşlı mehriban qızların hamısı təntənəli ziyafətdə iştirak edirdilər. Görürsünüzmü, böyük şəxsiyyətlər üçün nəzərdə tutulan bütün dəvətlər mənə də aid edilirdi. Hətta pansionatlarda məzunların şərəfinə verilən ziyafət şənliklərində iştirak etməkdə. Biz Mahmud ağanın evinə gəlib çatdıq. Şərq üslubunda tikilmiş bu mülk Dərbənddən Tiflisə qədər gördüyüm evlərin arasında ən yaraşıqlısı idi. Axırıncı olduğumuz şəhərdə Xəzərin balıq ticarətinin sahibi olan cənab Arşakuninin təmtəraqlı evinin tikilişinə 2 milyon rubl xərclənməsinə baxmayaraq, hələ tikinti tam başa çatmamışdı. Biz tamamilə şərq zövqü ilə bəzədilmiş bir salona daxil olduq. Bu salonun sadə, eyni zamanda zəngin gözəlliyini təsvir etməkdə qələm də acizdir. Qonaqlar qızılı rəngli güllərlə naxışlanmış tül üzlüklü ipək döşəkçələrə söykənib oturmuşdular. Tül üzlüklər döşəkçələri daha yaraşıqlı və incə göstərirdi. Salonun aydın görünməyən o biri tərəfində şəbəkəli böyük pəncərənin qabağında 3 rəqqasə qız və 5 musiqiçi oturmuşdu. Təbii ki, yerli rəqsi ifa etmək üçün xüsusi musiqi dəstgahı lazımdır. Bu iki qadından birinin gözəlliyi o qədər də tərifə layiq deyildi. O birisi isə görünür cavanlıqda çox gözəl olmuşdu. Onun gözəlliyini payız gülləri ilə müqayisə etmək olardı. O mənə daha çox 1826 ya da 1827-ci ildə tanış olduğum Madmazel Jorju xatırlatdı. Bəlkə də bu müqayisə yerinə düşmür. Madmazel Jorj olduqca cəlbedici idi. Məhz bu xüsusiyyətinə görə o bir neçə kralın və 2 imperatorun qəlbini ofsunlamışdı. Bundan əlavə, Madmazel Jorj çox səyahət etmiş, çox şey görüb götürmüşdü. Gözəl Nisə isə əksinə bütün ömrü boyu Şamaxıda yaşamış və oradan kənara çıxmamışdı. Nisənin gözəlliyi ilahinin bütün şərq qadınlarına bəxş etdiyi xüsusiyyətlərə malik idi. Qoşa taxt kimi birləşmiş qapqara və kədərli qaşlarının altından məftun edici gözlər parlayırdı. Son dərəcə zərif sifətini tən bölən, yaraşıqlı incə burnu vardı və mərcan rəngli, al-qırmızı, şəhvətli dodaqlarının arasından muncuq kimi cərgələnmiş ağappaq dişləri görünürdü. Qara, gur, gözəl hörükləri məxmər araqçının altından ilan kimi qıvrılırdı. Nisə oynadıqca araqçının qıraqlarından asılmış pullar hərəkət edərək cingildəyir, şəlalə kimi saçlarına tökülürdü. Sanki müasir Danayanın sinəsinə və çiyinlərinə qızıl yağış yağırdı. Əynindəki arxalığı qırmızı məxmərdən idi. Ətrafına qızılı naxışlar tikilmişdi. Başında uzun tül hörpək vardı. Ağ atlasdan tikilmiş uzun donunun altından ayaqları görünmürdü. İkinci rəqqasə gözəlliyinə, bəzək düzəyinə və geyiminə görə birincidən biraz geri qalırdı. Yaxşı ki, mənə əvvəlcədən üçüncü rəqqasənin oğlan olduğunu demişdilər. Yoxsa gözəlliyinə görə onun da qız olduğunu zənn edərdim. Musiqinin başlanması üçün işarə verildi. Musiqi dəstgahı ikiyə bölünmüş, nəhəng yumurtaya oxşayan, dəmir ayaqlar üzərinə qoyulmuş bir təbildən, eynən bizimki kimi qavaldan, qədim tibisinə oxşayan neydən, mizrafla çalınan mis simli mandalinadan və nəhayət bir dəmir ayağı olan dəstəyi musiqiçinin sol əlində fırlanan kamançadan ibarət idi. Kamança çalınanda adama elə gəlirdi ki, yay simləri yox, simlər yayı axtarıb tapırdı.
Bütün bu təsvir etdiyim musiqi alətləri bir yerdə gür, azacıq oynaq, ancaq bununla belə orijinal bir səs çıxarırdı. Əvvəlcə oğlan ayağa qalxdı və əlindəki şaxşaxları tərpədə-tərpədə rəqs etməyə başladı. Onun belə oynamağı Azərbaycanlıların və İranlıların məclisin əksəriyyətinin gürültülü alqışlarına səbəb oldu. Sonra ikinci rəqqasə gəldi və ən nəhayət Nisə ortaya düşdü. Şərq rəqsi hər yerdə eynidir. Mən Əlcəzairdə, İstanbulda, Tunisdə, Tripolidə bu rəqsi çox görmüşəm. İndi isə Şamaxıda. Fərq yalnız rəqqasənin ayağını yerə cəld yaxud asta vurmasından, bütöv yaxud yarım dairə cızmasında olur. Bu baxımdan gözəl Nisənin xüsusi riqqətlə ifa etdiyi rəqs hərəkətləri onun mükəmməl rəqqasə olduğuna şübhə yeri qoymurdu. Mən utancaqlığı bir tərəfə qoydum və arı rəqsinin ifa olunmasını xahiş etdim. Ancaq mənə izah etdilər ki, dediyim rəqs yalnız məhrəm adamların məclisində ifa olunur. Mən Nisəni qətiyyən təhqir etmək niyyətində olmadığımı bildirdim və dərhal təklifimi geri götürdüm. Şam yeməyinin gəlməsi ilə rəqs başa çatdı. Onu da deyim ki, yemək çox qeyri-adi idi. Cücə plov, yanında da nar, şəkər və yağ. Fransız mətbəxindən başqa bütün mətbəxlərin pis cəhəti ondadır ki, burada yeməklər təsadüfən hazırlanır. Təkcə fransız mətbəxində xörəklər bir-birinə uyğunlaşdırılmış, düşünülmüş, nizamlı şəkildə hazırlanır. Mətbəxin özünün də ümumi qanunları vardır. Yalnız barbar xalqlar bizim musiqi qanunlarımızı bilmir və onlardan istifadə etmirlər. Mənim fikrimcə ən qaba musiqi Kalmık musiqisidir. Ancaq dünyada ən dəhşətli mətbəx ruslarınkidir. Çünki ilk baxışdan olduqca mədəni görünsə də, bünövrəsi barbar sayağıdır. Rus mətbəxi nəinki yeməyin görünüşünü korlayır, eyni zamanda hər şeyi ört-basdır edərək daha da eybəcərləşdirir. Sizə elə gəlir ki, ət yeyirsiniz, ancaq əslində yediyiniz balıqdır. Yaxud elə güman edirsiniz ki, balıq yeyirsiniz, ancaq yediyiniz əslində sıyıq yaxud xamadır. Alim Qreç ona qədər heç bir qrammatik qanunları olmayan rus dili üçün qrammatika tərtib etmişdir. Mən arzu edirəm ki, dadlı yeməkləri xoşlayan və Qreç kimi bacarıqlı olan bir şəxs də rus mətbəxinin lüğətini hazırlasın. Müxtəlif növ şərablarla bəzədilmiş şam süfrəsindən sonra rəqs yenidən başlandı. Ev sahibi və Məhəmməd qanunlarının qatı tərəfdarları yalnız su içirdilər. Ancaq onu da deməliyəm ki, məclis ədəb qaydalarından kənara çıxmırdı. Mən Parisdə gecə saat 3-də cəmaət şam yeməyini başa çatdırandan sonra başlayan təntənəli ziyafətlərin Şamaxıdakı rəqqasə məclisindən daha canlı olduğunu görmüşəm. Orası da doğrudur ki, Parisdə hamı, hətta huri mələklər də şərab içirlər. Burada isə hətta əksər kişilər şərabı dillərinə də vurmurlar. Biz oradan çıxıb qarnizon rəisinin evinə qayıtdıq. Artıq ziyafətin qızğın, hamının yorulub əldən düşdüyü bir vaxtı idi və bal bir qədər cansıxıcı keçirdi. 2 nəfər bığ yeri təzəcə tərləmiş cavan oğlanı nəzərə almasaq, içəridə bir nəfər də olsun kişi xeylağı yox idi və madmazellər bir-biri ilə rəqs edirdilər. Bizimlə 5-6 nəfər gənc də gəlmişdi. Onlardan biri Gürcü knyazı, hazırda şəhərdə olmayan qubernatorun qardaşı idi. Gürcülər dünyanın ən gözəl adamları olmaqla yanaşı, həm də onların geyimi heyran edicidir. Bu geyim qara quzu dərisindən tikilmiş, ucu içəriyə qatlanan şiş papaqdan bu İranlı papağına oxşasa da onun yarısı hündürlükdədir. Qollarının ağzı sallanan, bilək hissədə düyümlənən, uzunluğu dizəcən olan arxalıqdan, onun açıq qollarının altından çıxan qızılı naxışlı atlas köynəkdən, aşağısı quncdan tikilmiş çəkmələrinin içərisinə qoyulmuş, paltarlarının rənginə uyğun qızılı və məxmər işləməli gen qalife şalvardan ibarətdir. Yanımızdakı Gürcü knyazının arxalığı nar rəngində idi. Astarı isə açıq mavi rəngli taftadan tikilmişdi. Qızılı baftalı ağ atlas köynəyi vardı. Şalvarının rəngini təyin etmək mümkün değildi. Daha doğrusu xəzəl və göyümtül rəngə çalırdı. Belinə bağladığı qızıl pulcuqlu kəmərindən asılan gümüş qının içində başdan başa qızılla işlənmiş, dəstəyi fil sümüyündən olan üstü pulcuqlu xəncər vardı. Bütün bunlara qatran rəngli zil qara qaş gözünü, saçını, süd rəngli dişlərini əlavə edəndə o, gözəlliyi ilə qadından geri qalmırdı. Knyaz Nuxada yaşayan dayısı və əmisi oğlu ilə görüşməyimizi məsləhət gördü. Lakin biz onsuz da elə həmin adamlarla görüşəcəkdik. Onun dayısı Nuxa quberniyasının rəisi, ləzgilərin qənimi Knyaz Tarxanov idi. Əmisi oğlu isə Knyaz İvan Tarxanov idi. Yadımıza salaq ki, hər ikisi barədə artıq Baqration bizə danışmışdı.
Səhər saat 3-də mən salondan dəhlizə, dəhlizdən isə həyətə çıxdım. Mənim üçün ayrılmış mənzilə tərəf qaçmağa başladım. Elə bil məni tutub tərk etdiyim məclisə geri qaytaracaqdılar. Yəqin Şamaxı ilk dəfə idi ki, baldan bu qədər gec qayıdan Avropalını görürdü. 28-ci fəsil. Şamil, arvadları və uşaqları. Elə fikirləşməyin ki, belə qaçaraq dönməklə böyük hörmətlə qəbul edildiyim evdən, yaxud ev sahiblərindən canımı qurtarmaq istəyirdim. Yox, səyahət heyətinin rəhbəri olduğum üçün sabahki işlər haqqında düşünməliydim. Səhər lap sübdən yola çıxıb, yolda atları qanbağır edərək arabaçıların bütün məharətindən istifadə etsək belə, yenə də Nuxaya gecədən xeyli keçmiş çatacaqdıq. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Otağa təzəcə girmişdim ki, qapı döyüldü. Nədənsə o saat yadıma gözəl sonanı qarət edən ləzgilər düşdü. Düşündüm ki, gecənin bu vaxtında mənə baş çəkməyə gələn elə yalnız onlar olar. Xəncərimi götürdüm, cəld tüfəngimə göz yetirdim və gözləməyə başladım. Ancaq sən demə, bu gələn bizim komendant imiş. Məni salonda görməyincə mənzilimə baxmağa gəlmişdi. O arvadının bacısının adından təvəqqə edirdi ki, səhər yeməyinə onlara qonaq olmamış Nuxaya yola düşməyim. Mənim bütün xəyalım səhəri gün axşam Nuxada olmaq idi. Ancaq o mənə elə bir şey dedi ki, dərhal fikrimi dəyişdim. O məni vaxtı ilə dağlılara əsir düşmüş və Şamil haqqında dəqiq, təksib edilməz məlumatlar verə biləcək bir zabitlə tanış edəcəyini bildirdi. Belə bir təklif məni yolumdan elədi. Bundan əlavə başqa bir məsələ də ortaya çıxmışdı. Şahinlə ov etmək arzusunda olduğumu söylədiyim Mahmud ağa bələdiyyə rəisinə əvvəlcədən demişdi ki, sabah özünün ən yaxşı 2 quş ağasını və şahinlərini mənim ixtiyarıma verəcək. Biz Şamaxıdan 20 verst aralıda kəklik və dovşanla dolu bir ərazidə dayanıb 2 saat ov edə biləcəkdik. Ləyaqətli xeyirxah komendant bizi burada bircə gündə olsa artıq saxlamaq xatirinə Allah bilir daha nələr fikirləşirdi. Etiraf edim ki, komendantın təklifi ürəyimdən olsa da, Moynenin Tiflisə tez çatmaq üçün tələsdiyini bəhanə gətirdim. Ancaq komendant bildirdi ki, bu barədə artıq Moyne ilə razılaşmışdır. Bundan sonra daha etiraz etməyə heç bir səbəb qalmadı. Belə şərtləşdik ki, saat 9-da səhər yeməyini yeyib, 11-də yola düşərik. Saat 1-dən 3-ə qədər də ov edərik. Qərara gəldik ki, axşamacan Türyançaya çataq və orada gecələyək. Beləliklə, səhəri gün saat 9-da biz komendantın evində idik. Orada tanış olmaq istədiyimiz Rus zabiti ilə görüşdük. O, 40-45 yaşlarında fransızca çox gözəl danışan bir kişi idi. Vaxtilə o, Quba tərəflərdə ləzgilərə əsir düşmüş, əvvəlcə dağlara, daha sonra isə Şamilin yanına aparılıbmış. Ləzgilər əvvəlcə onun azad edilməsi üçün 12.000 rubl tələb etmiş, sonra həmin məbləği 7.000-ə qədər indirmişdilər. Zabitin ailəsi və dostları 3500 rubl toplaya bilmiş, pulun qalanını isə o vaxt Qafqaz canişini olan qraf Vorontsov ödəmişdi. Bu Rus zabiti əsirlikdə olduğu 5 ay ərzində demək olar ki, Şamili həftədə 2 dəfə görürmüş. O bizə bunları söylədi. Hal-hazırda Şamilin 56-58 yaşı olar. Dövlət qeydiyyatından keçməyən, doğum haqqında şəhadətnaməsi olmayan, yaşını yadda qalan hadisələrə əsasən təxmini təyin edən bütün müsəlmanlar kimi Şamil də dəqiq yaşını doğru dürüst bilmir. Görünüşünə görə ona ancaq 40 yaş vermək olar. O uca boy, xoş xasiyyət, sakit, ciddi, ancaq biraz qəmgin görünüşlü insandır. Üzünün cizgiləri onun qətiyyətli adam olduğunu biruzə verir. Solğun sifətində qara qaşları diqqəti cəlb edir. Qara qonur gözlərini dincini alan şirin gözləri kimi həmişə şəkli sayağı yarıyumulu saxlayır. Səliqəli kürən saqqalı, al çəhrayı dodaqlarının arasından muncuq kimi düzülmüş ağ və xırda iti dişləri var. Çox fikir verdiyi əlləri balaca və ağ, yerişi asta və ötkəmdir. İlk baxışdan o ləyaqətli, yalnız əmr etmək üçün doğulmuş bir adam təsiri bağışlayır. Əlindəki sadə geyimi ləzgi mahudundan tikilmiş ağ, yaxud yaşıl çərkəzi çuxadan, qar kimi ağappaq tüklü qoyun dərisindən olan papaqdan ibarətdir. Papağın arxasından ağ ipək çalma sallanır. Papağın ortası yuxarıda qara qotazı olan qırmızı mahuddan tikilmişdir. Ayağına dar boğazlıqlar taxır. Qırmızı-sarı rəngli tumacdan çəkmə geyir. Bərk soyuqlar düşəndə bu geyimin üstündən çiyninə tünd moruğu rəngli bir kürk də atır. Hər cümə günü günorta o təntənəli şəkildə məscidə yollanır. Ağ və ya yaşıl paltarda ibadət edir. Qalan vaxtlarda isə o adi paltarında olur.
O at belində dik dayanır. Ən cəsur atlıların gözünü qaraldan keçilməz yolları çox asanlıqla keçir. Döyüşə gedərkən o üzü ilə xəncər, qılınc, doldurulmuş 2 tapanca və tüfəng götürür. Həmişə onun sağında və solunda 2 mürid olur. Hər biri 2 tapanca və 1 tüfənglə yaraqlanır. Əgər bu 2 müriddən birini öldürsələr, dərhal onun yerini başqa birisi tutur. Şamil qəlbi təmiz, adət-ənənələrinə son dərəcə bağlı adamdır. Başqalarının nacinsliyinə dözməz və günahkarı dərhal cəzalandırardı. Onun bu xasiyyətini indi söyləyəcəyimiz hadisə bir daha təsdiq edir. Dul, övladsız, eyni zamanda davranışlarında özünü çox sərbəst aparan bir Azərbaycanlı qadın onunla evlənəcəyinə söz verən bir ləzgi ilə gəzirmiş. Qadın ləzgidən hamilə qalır. Bu əhvalatdan xəbər tutan Şamil hadisəni yerli yataqlı öyrənir və onların hər ikisinin boynunu vurdurur. Mən Qafqaz qubernatoru knyaz Baryatinskinin evində onların başlarının kəsildiyi baltanı gördüm. Bu balta qənimət kimi son döyüşlərin birində ələ keçirilmişdi. Şamil inanılmaz dərəcədə az yemək yeməsi ilə də fərqlənirdi. Onun yediyi buğda çörəyi, meyvə, düyü, bal, içdiyi isə süd idi. Çox nadir hallarda ət yeyərdi. Şamilin 3 arvadı vardı. Onun bir arvadı da böyük oğlu Cəmaləddinin anası idi. Ancaq oğlu 1839-cu ildə Axılqa müharibəsində ruslara əsir düşəndə anası xiffətindən ölmüşdü. Onun adı Patimat idi. Şamilin Patimatdan başqa uşaqları da qalmışdı. Hazırda 23-24 yaşlarında olan Hacı Məhəmməd Şəfi və 25 yaşlı Məhəmməd və 2 qız 14 yaşlı Nanizət və bir də anasının şərəfinə adlandırılan 12 yaşlı Patimat. Bütün bunlar 4-5 il əvvəl Vedendə olan rus zabitinin bizə danışdıqlarıdır. Şamilin qalan 3 arvadı Zahidə, Şuanet və Əminət idi. Axırıncı sonsuz olduğuna görə Şamil ondan ayrılmışdı. Zahidə qoca bir Azərbaycanlının qızı idi və deyilənlərə görə həmin qoca Şamili tərbiyə etmiş, onun ərsəyə çatmasında böyük əməyi olmuşdur. Ona görə də Şamil Cəmaləddin adlı bu qocaya böyük hörmət bəsləyirmiş. Odur ki, ən çox sevdiyi oğluna həmin bu Azərbaycanlı qocanın adını qoymuşdu. Zahidənin 29 yaşı var. Patimat öləndən sonra o Şamilin böyük arvadı oldu və eyni zamanda o biri arvadlar onun sözü ilə durub oturmağa başladılar. Bütün uşaqlar və xidmətçilər imamın özünə necə itaət edirdilərsə, Zahidəyə də eləcə hörmət edirlər. Hər şeyin açarı ondadır. Hamıya yemək azuqəsini və geyim keçimi o paylayır. Şamilin ondan 12 yaşlı, öz ağlı ilə adamı heyran edən gözəl bir qızı vardı. Ancaq qızın ayaqları eybəcər və əyridir. Adı isə Nəvacatdır. İmam uşaqlarının hamısını çox sevir, ancaq bu qız şikəst olduğundan digər uşaqlara nisbətən ona daha mərhəmətli, həssas yanaşırdı. Oğlan kimi qaçmasına və əyri ayaqları ilə olduqca cəld atılıb düşməsinə baxmayaraq, Şamil həmişə onu qucağında gəzdirərdi. O günlərin birində Nəvacatın aula od vurmasından ehtiyat edirdi. Bu qızın ən sevimli əyləncəsi ocaqdan yaxud sobadan yanan kösövü gizlicə götürüb eyvanda o tərəf bu tərəfə qaçmaqdır. Zahidə onun üstünə acıqlananda Şamil deyirmiş: "Qoy nə istəyir eləsin. Allah həmişə özünün nişanə qoyduğu adamların yanındadır. Onun seçdiyi bu bəndələr günahsızdırlar. Heç vaxt başlarına bəla gəlməz." Şamilin ikinci arvadı Şuanetin 30 yaşı vardı. O orta boylu və çox gözəl idi. Zərif, incə ağzı, gözəl saçları vardı. Ağbəniz idi, ancaq əl-ayağı yöndəmsiz, kobud idi. O Mozdoklu zəngin erməninin qızı idi. 20 il bundan əvvəl Şamil Mazdoka hücum edərkən Şuaneti bütün ailəsi, atası, anası, qardaşları və bacıları ilə birlikdə əsir götürərək o vaxtlar iqamətgahı olan Darqoya gətirmişdi. Həmin əhvalatdan sonra general qraf Vorontsov Darqonu ələ keçirərək yandırmış, Şamil isə Vedenə çəkilmişdi. Erməni taciri özünün və ailəsinin azad olunması üçün Şamilə 100.000 rubl təklif edir. Şamil isə öz ailəsində hamının Anna çağırdığı Şuaneti sevir. Erməni tacir Şamilə ailəsinin azad olunması üçün yarım milyon rubl təklif edir. Şamil razılaşmır. Ancaq tacirin gənc qızı ilə evlənərsə bütün ailəni azad edəcəyinə söz verir. Anna da imama qarşı kin bəsləmir və onun şərti ilə razılaşır. Həmin vaxt onun 16 yaşı vardı. Beləliklə bütün ailə azadlığa buraxılır. Anna 2 ilə Quran oxumağı öyrənir. Erməni dinini dəyişib Şamilin arvadı olur və Şamil ona Şuanet adını verir. Şuanet atası və anası öldükdən sonra ona çatacaq vərəsəlik payını alıb Şamilə verir. O Şamilin əsirlərinin, xüsusilə qızların, qadınların xilaskarı idi. Məşhur girovlar
Çavçavadze və Orbeliani kimi knyaginyalar əsirlikdə olduqları müddətdə Şuanet onların himayədarı olmuş, təsəlli vermiş, təmkinli olmalarına kömək etmişdi. Axı vaxtilə Şuanet özü də onların vəziyyətində olmuşdu. Şamilin üçüncü arvadı Əminət idi. Onun 25 yaşı vardı, ancaq uşağı olmurdu. Bu gözəl məxluqun günahı bundan ibarət idi. Hər iki arvaddan daha gözəl, daha cavan olan bu qadın o biri qadınlarda qısqanclıq yaradırdı. Xüsusilə Zahidə həmişə onun sonsuzluğunu başına çaxır, paxıllığından onun imama qarşı olan sevgisinə şübhə ilə yanaşırdı. Əminətin girdə sifəti həqiqi mirvari kimi ağ dişləri ilə diqqəti cəlb edən gözəl ağzı, yumru çənəsi, alma yanaqları vardı. Yanağında və çənəsindəki zənəxdanları 18-ci əsr şairlərindən hansı görsəydi, sevgi yuvaları adlandırardı. Bütün bunlar onun dik burnu ilə birlikdə sifətinə daha işvəli görkəm verirdi. Əslən Azərbaycanlı olan Əminət 5 yaşında ikən oğurlanıb aula gətirilmişdi. Anası uşağını geri qaytarmağa imkanı olmadığından onunla birlikdə həbsdə olmağı üstün tutmuşdu və onun bu arzusu yerinə yetirilmişdi. İmamın hərəmxanasında arvadlarından savayı Bakko adlı bir qoca qadın var idi. Bu Şamilin itirdiyi oğlu Cəmaləddinin nənəsi Patimatın anası idi. Onun mənzili ayrı idi. O payına düşən azuqədən tək istifadə etdiyi halda o biri arvadlar hamısı bir yerdə yeyərdilər. Şamilin arvadlarının üçü də nəinki bir-birlərindən, hətta nökər naib arvadlarından da fərqlənmirdilər. Yalnız Şamil namaz qılarkən yaxud müridləri ilə məşvərətdə olarkən onun yanına girmək hüququna malikdirlər. Onun yanına Qafqazın hər bir yerindən məşvərətə gəlirdilər və imam öz qonaqları ilə xeyli söhbətləşər, istədikləri qədər qonaq qalmalarına rüşxət verərdi. Ancaq heç vaxt onlarla bir süfrə arxasında oturmazdı. Onu da deməliyəm ki, qonaq kim olursa olsun, ədəb qaydalarını gözləyər, hərəmxananın kandarına ayaq basmağa ixtiyarı çatmazdı. Şamilin arvadlarının öz ağalarına məhəbbəti şərqdə bu söz ər sözündən daha yaxşı səslənir. Hər tərəfə səs salmışdı. Zahidə Avropalı qadınlar kimi qısqanc idi. O hələ də məhəbbətini başqaları ilə bölüşməsinə alışa bilmirdi. Günülərinə nifrət edir və əgər imam ədalətli olmasaydı, onların hər ikisinin axırına çıxmağa hər an hazır idi. Şuanetə gəldikdə isə onun sevgisi həqiqi və olduqca saf idi. Şamili görəndə gözlərinə işıq gəlir. O danışanda sanki Şuanetin ürəyi əsir, adını dilinə gətirəndə isə üzü gülürdü. Şamillə Əminət arasında böyük yaş fərqi, yəni 35 yaş fərq olduğundan adama elə gəlirdi ki, Şamil onu ər kimi yox, bir ata kimi sevirdi. Əminət cavan və gözəl olduğuna görə Zahidənin qısqanclığı daha da artırdı. O uşağı olmadığına görə Əminəti Şamildən boşatdıracağı ilə hədələyir, Əminət isə Zahidənin bu təhdidinə gülərək məhəl qoymurdu. Lakin sonradan imam həqiqətən Əminəti boşadı. Zabitəli imam ona qarşı tutduğu əmələ görə daxilən vicdan əzabı çəksə də, uşağı olmayan bir qadına bəslədiyi məhəbbətin əxlaqsızlıq kimi anlaşılacağından ehtiyat edirdi. Odur ki, 2-3 ay əvvəl Əminətdən ayrılmışdı. Məhəmməd Peyğəmbərin hər bir xeyirxah müsəlmana buyurduğu kimi, Şamil də hər arvadın yanına həftədə azı bir dəfə gedirdi. Bu ziyarət adətən gecə baş verərdi. Şamil həmin günün səhərindən yanına gedəcəyi arvada, Zahidəyə, Şuanetə yaxud Əminətə xəbər verərdi. O qədər də nəzakətli olmayan 14-cü Ludovik isə arvadının bəzək stolunun üstünə məhz bu məqsədlə qoyulmuş qızılı, naxışlı məxmər döşəkçəyə sancaq batırmaqla kifayətlənərmiş. Şamil arvadlarından biri ilə keçirdiyi gecənin səhəri günü gecə-gündüz ibadətlə məşğul olardı. Dediyimiz kimi 5 yaşında əsir düşən Əminət Şamilin uşaqları ilə birlikdə böyümüşdü. 8 yaşında olarkən o dostluq etdiyi Cəmaləddindən ayrılır və həmyaşıdı Hacı Məhəmmədlə dostlaşır. Hacı Məhəmməd 2 il bundan əvvəl dərdindən dəli divanə olduğu füsunkar bir gözəllə Daniyal bəyin qızı ilə evlənmişdir. Biz onun əmisi oğlu ilə Nuxada görüşəcəyik. Karnautun əsil nəcabətli ailədən çıxması davranışlarında, yeriş duruşunda və hətta səsində də özünü biruzə verir. O həmişə gözəl və bahalı paltar geyinməyi xoşlayır. Bu isə Şamilin iradına səbəb olur. Hər dəfə o Şamilin yanına gələndə imam gah gülə-gülə, gah deyinə-deyinə onun ən gözəl əşyalarından birini odda yandırarmış. Hacı Məhəmməd Vedənə gələndə atasının otağında qalır və gecələr də orada yatır. Karnaut isə gah Zahidənin, gah da Şuanetin otağına yerləşir. Bu müddət ərzində Şamil arvadlarının heç birisi ilə görüşmür. Hətta oğlu Hacı Məhəmməd də arvadına baş çəkmir. Bu, ata və oğul arasında ədəb-ərkan qaydalarının qarşılıqlı surətdə gözlənilməsidir.
Hacı Məhəmməd bütün Qafqazda ən mahir və ən gözəl minici kimi tanınır. At sürməkdə heç Şamildən geri qalmır. Əvvəldə də qeyd etdiyim kimi deyilənlərə görə Şamilin yürüşə getməsi daha gözəl, təntənəli görünürdü. Şamilin aulu 3 qat hasarla əhatə edilmişdi və bu hasarların hərəsi bir müdafiə xətti idi. Hər birinin tək bir qapısı vardı ki, atlı oradan başını əyməmiş keçə bilməzdi. Şamil atını 4 nala çaparaq bu 3 hasarın üçünü də keçərdi. Qapılardan keçəndə ani bir hərəkətlə atın yalmanına yatar, sonra cəld qamətini dikəldər, növbəti yaxınlaşan maniyədə yenə eyni qaydada əyilər və yenidən yəhərin üstündə şax dayanardı. Beləliklə də bir göz qırpımında o vedəndən çıxardı. Hacı Məhəmməd atasına baş çəkməyə gələndə Vedenin bütün igidləri, vurub tutan oğlanları onun şərəfinə cıdıra çıxardılar. Cıdır adətən aul yaxınlığındakı düzənlikdə təşkil olunardı. Burada bizim ən mahir sirk ustalarımızın heyranlığına, təəccübünə səbəb ola biləcək ləzgi, çeçen və çərkəz igidlərinin xüsusi çeviklik və məharətlə yerinə yetirdikləri çətin, təhlükəli hərəkətlər, təlim məşqləri, bir sözlə şərq təxəyyülünün əsrarəngiz qəhrəmanlıq nümunələri nümayiş etdirilərdi. Bu bayramsayağı qarşılama 2 ya 3 gün davam edərdi. Çətin hərəkətləri hamıdan yaxşı yerinə yetirənlər qiymətli yəhər, gözəl at və ya gözəl tüfənglə mükafatlandırılardı. Əgər hamıdan mahir, cəsur olan Hacı Məhəmməd öz yoldaşlarına səxavətlə güzəştə getməsə, bu mükafatların hamısını yəqin ki, özü qazanardı. Pulun azlığına və döyüş sursatının, barıtın, güllənin çatışmamasına baxmayaraq, belə təntənələrdə hər şeydən gen bol istifadə olunurdu. Yeri gəlmişkən bu yaxınlarda Şamil dağlarda barıt fabriki açmışdır. İmamın arvadlarının məiyyətinə aid qızlardan biri ərə gedəndə təkcə hərəmxanada deyil, bütün aulda toy məclisi qurulardı. Bu münasibətlə hərəmxanadakı bütün xidmətçi qadınlara sırğa, kəhrəba, mərcan muncuqlar, bilərziklər və təzə paltar hədiyyə olunardı. Toy mərasiminə gəldikdə isə belə şənliklərin birində iştirak edən zabit bunları danışdı. Gəlinin üzünə təzə duvaq salar, əyninə təzə tuman, köynək və qırmızı tumancdan hündürdaban çəkmə geyindirərlər. Sonra isə yemək süfrəsi açılar. Ancaq gəlin bu ziyafətdə iştirak etmir. Onu hamıdan ayrı qalın bir xalçanın arxasında oturdurlar. Gəlin də təzə bəy kimi 3 gün pəhriz saxlamalıdır. Döşəmədəki xalçanın üzərinə süfrə salınır. Süfrəyə ət yeməyi kimi yalnız kabab gətirilir. Bundan əlavə qonaqlara kişmişli aş, bal, qoğal, kökə, şərbət və adi su verilir. Çox vaxt buğda çörəyini südə doğrayıb yeyirlər. Biz artıq kabab və onun necə hazırlanması haqqında danışmışdıq. Bu, səyahətim ərzində yediklərimin içində ən ləzzətlisidir və Fransada məşhur yeməklərin siyahısına qatılmağa layiqdir. Kabab ovçular üçün əvəzsiz yenilikdir. Qayıdaq Azərbaycanlı toyuna. Hamı yeməyi qıpqırmızı xınalanmış əli ilə yeyir. Bu adət şərqin həm cənubunda, həm də şimalında geniş yayılmışdır. Bununla belə bir çox qadınlar Çinlilər kimi plovu balaca çubuqların köməyi ilə həm də olduqca cəld yeyirlər. Yemək mərasimi axşam saat 6-ya yaxın başlanır. Saat 10-da qadınlar ayağa qalxırlar. Gəlinin rəfiqələri bəyin göndərdiyi hədiyyələri qəbul edirlər. Bu hədiyyələr su səhəngindən, mis camdan, xalçadan, bu həm də döşəyi əvəz edir. Paltar yumaq üçün bir yekə ləyəndən və dağlıların özlərinin istehsal etdiyi, üstü çox kobud şəkildə gül təsvirləri ilə bəzədilmiş qırmızı sandıqdan ibarətdir. Makarov yarmarkasından alınan cehizlik sandıq sarı yaxud ağ rəngli cilalı dəmir lövhələrdən hazırlanır. Üstündə gümüşü rəngli halqalar olur. İçərisi isə evlərin tavanını örtmək üçün istifadə edilən təzə yaxud işlənmiş, su keçirməyən qatranlı karton parçalarından olur. Bütün bu saydıqlarımıza gəlinin valideynləri yorğan döşək, güzgü, 2-3 saxsı qab-qacaq, naxış vurmaq, tikiş tikmək üçün ipək parçalar da əlavə edirlər. Gəlini ata mindirirlər. Yerdə qalanlar isə əllərində lampa, çıraq yandıraraq piyada gedir və gəlini ər evinə qədər müşayiət edirlər. Bəy isə evin eyvanında dayanıb gəlini qarşılayır. Ancaq gəlin öz payına düşən və onun xüsusi mülkiyyəti sayılan cehizini almamış ata evindən çıxmır. Bu cehiz qız üçün 25 rubl, dul qadın üçün birinci kəbindən sonra 16 rubl, ikinci kəbindən sonra isə 12 rubldan ibarətdir. Üçüncü nigahdan sonra qadının cehizi 6 rublə bərabər olur. Təbii ki, bütün bu qiymətlər qadının nə qədər gözəl və dövlətli olmasından asılı olaraq sövdələşmə nəticəsində dəyişir.
Şamil balacaları çox sevərdi. Knyaginyalar Çavçavadze və Orbeliani əsirlikdə olduqları müddətdə hər gün onların uşaqlarını yanına gətirdər, düz bir saat onlarla oynayar və hər dəfə də hədiyyə verməmiş buraxmazdı. Uşaqlar da Şamilə elə öyrəşmişdilər ki, əsirlikdən qurtarıb ondan ayrılanda ağlayırdılar. Təkcə Camaləddin haqqında zabit bizə bir şey danışa bilmədi. O Şamilin əsirliyində olanda Camaləddin də rusların əlində idi və buna görə də həmin zabit onu görə bilməmişdi. Ancaq əmin olun ki, Gürcü knyaginyalarının oğurlanıb əsir götürülməsi haqqında danışanda mütləq ona rast gələcəyik. 29-cu fəsil. Şamaxıdan Nuxaya gedən yol. Əvvəlcədən şərtləşdiyimiz kimi günorta saat 12 tamamda biz üzrxahlıq edib hörmətli komendantdan və onun ailəsindən ayrıldıq. O bizə yasavulların arasında qoçaqlığı ilə seçilən Nurmat Matın başçılıq etdiyi 12 nəfərdən ibarət bir mühafizə dəstəsi ayırmışdı. Nurmat Mat bizi düz Nuxaya qədər müşayiət etməli idi. Ləzgilər artıq ətraf kəndlərdə dinc əhalini narahat edirdilər. Cəmaət arasında mal-qaranın oğurlanması, aranda yaşayan adamların dağlara qaçırılması haqqında söz-söhbət gəzirdi. Nurmat Mat bizim təhlükəsizliyimizə başı ilə cavabdeh idi. Şamaxıdan qollarının üstündə şahin tutan ovçuların müşayiəti ilə yola düşməyimiz nədənsə mənə Fransada hələ orta əsrlər dövründən adamı heyran qoyan və hələ də 1830-cu illərin tarixi məktəblərində qorunub saxlanan adət-ənənəni xatırladırdı. Şamaxıdan Ağsuya, Yeni Şamaxıya gedən yol biraz şose yoluna bənzədiyindən o qədər də pis deyildi. Yolun hər iki tərəfində yalnız ləzgi mahudunun davam gətirdiyi tikanlı kol-koslar gözə dəyirdi. Bakıdan Şamaxıya gedəndə yolda bir dənə də olsun ağaca rast gəlməmişdik. Şamaxı yolunda isə nəinki ağac, hətta ağacların üstündə yarpaqlar da gözə dəyirdi. Hava mülayim, səma aydın, üfüq isə mavi idi. Müəyyənləşdirdiyimiz ovlaq yerinə 20 verst vardı və biz saat yarıma həmin məsafəni qət etdik. Biz şərtləşdiyimiz görüş yerini uzaqdan tanıdıq. İki Azərbaycanlı hərəsi bir atın yedəyindən tutmuşdu. Yanlarında isə 3 tazı vardı. Buradan şahinləri ovun üstünə buraxacaqdılar. Atlardan düşdük. Yol boyu qaçışan dovşanları gördükdə yanımdakı Azərbaycanlı ilə bərabər özümü kol-kosun içinə atdım. Moyne də bizə qoşuldu. Elə 100 addım getməmişdik ki, hərəmiz bir dovşan vurduq. Bundan əlavə bir dəstə qırqovul düz qabağımda havaya qalxdı və mən dəstəni izlədim. Atıma qalxıb qollarında şahin tutan adamları səslədim. Onlar itləri də gətirib tez gəldilər. Mən onlara qırqovulların düşdüyü yeri nişan verdim. İtləri qabağa buraxıb özümüz də onların dalınca həmin yerə getdik. Tezliklə 4 yanımızda qırqovullar uçuşan həmin yerə çatdıq. Şahinlərin hər ikisini buraxdıq. Mən birinin, Moyne isə o birinin dalına düşdük. 200 addım getmişdik ki, izlədiyim qırqovul artıq şahinin caynağında idi. Özümü vaxtında çatdırıb, qırqovulu diri ikən şahinin cəngindən qurtardım. Bu yaraşıqlı xoruz qırqovul başından yüngülcə yaralanmışdı. Şahin saxlayan dəri çantadan bir tikə təzə ət çıxarıb mükafat kimi şahinə verdi. Şübhəsiz ki, quş yorulmuşdu, ancaq görünür gətirdiyi qənimətlə kifayətlənmək istəmirdi və yenidən ova başlamağa hazır idi. Biz müşayiət dəstəsinin yanına qayıtdıq. Moynenin də kefi kök idi. Mənim kimi o da yaraşıqlı qırqovul xoruzu ilə qayıtmışdı. Bu quş da hələ diri idi. Ancaq mənim vurduğumdan daha pis yaralanmışdı. Dərhal onun başını üzdülər və arabadakı qutuya vurduğumuz dovşanların yanına qoydular. Sonra ən hündür təpəyə qalxıb at üstündə duran heykəllər kimi dayandıq. Şahinlə gəzən ovçuları isə ov dalınca qabağa buraxdıq. Onlar kol-kosları aralaya-aralaya ov axtarırdılar. Birdən bir kəklik pırıldayıb qalxdı. Şahinlərdən biri də onun dalına düşdü. Ancaq kəklik aradan çıxmışdı. İkinci bir kəklik uçdu. Onun ardınca o biri şahin şığıdı. Kəklik düz bizim üstümüzə gəlirdi. Şahin 2-3 dəfə qanad çalsaydı, ovunu haqlayacaqdı. Ancaq şahin elə təzəcə kolluğa girən kəkliyin ardınca cumurdu ki, birdən güllə dəymiş kimi hər iki qanadı yanına düşdü və kolluğun ortasında görünməz oldu. Bu qəfil enişin səbəbini öyrənmək üçün gözlərimi qaldırıb ətrafı diqqətlə nəzərdən keçirdim. Başımın üstündən 100 metr yüksəklikdə iri bir qartal uçurdu. Şahin onu görmüş, belə bir güclü rəqibin qarşısında tab gətirə bilməyəcəyini anladığından özünü kolluğa vurmuşdu. Qartal ona məhəl qoymadan uçub gözdən itdi. Mən şahinin düşdüyü yerə qaçdım və çox çətinliklə onu axtarıb tapdım.
Şahin bir ağacın koğuşuna girmişdi və qorxudan bütün bədəni tir-tir titrəyirdi. Onu gizləndiyi yerdən dartıb çıxartdım, ancaq yazıq quş ayaqlarını elə sıxmışdı ki, qolumun üstündə dayana bilmirdi. Birtəhər onu qolumun üstündə saxlamağa çalışdım. Quş özünü elə itirmişdi ki, qorxa-qorxa ətrafına baxırdı. Ancaq qartal artıq uçub getmişdi, səmada heç nə görünmürdü. Elə bu vaxt ovçu özünü yetirdi. O quşu məndən aldı və onu tumarlayıb sakitləşdirməyə başladı. Yalnız yarım saatdan sonra quş özünə gəldi və yenidən əldən qaçırdığı kəkliyin ardınca getməyi qərara aldı. Mənəvi cəhətdən mənə hər şeydən çox zövq verən bu gözlənilməz macəra ilə bərabər biz 2 saat ərzində düz 3 kəklik vura bildik. Vaxt isə keçirdi. Biz Türyançayda gecələmək üçün 30 verst yol getməli idik. Üstəlik nəhəng bir dağı aşmalıydıq və özü də bunu gündüz, yəni qaranlıq düşməmiş etməliydik. Ona görə də ovu başa çatdırdıq. Şahin saxlayanlara biraz pul verib ayrıldıq. Artıq yol üçün azuqəmizi təmin edəcək qədər ovumuz vardı. Mühafizə dəstəmiz dəyişdi, ancaq Nurmat Mat bizimlə qaldı. O 20 nəfərlik mühafizə dəstəsinə rəhbərliyi öz üzərinə götürdü. Atlılardan ikisini qabağa, ikisini arxaya göndərdi. Qalanlar isə arabamızın yanı ilə atlarını 4 nala çaparaq irəlilədilər. Yol o qədər də təhlükəsiz olmadığından belə ehtiyat tədbirlərinin görülməsi təbiidir. Xasay Üsmiyevin verdiyi tapancadan və Bagretyonun hədiyyə etdiyi yivli tüfəngdən ibarət silah ehtiyatımızı yoxladıq. Qırma gilizləri qurğuşun güllələrlə əvəz etdik və yolumuza davam etdik. Qarşıdakı dağın ətəyinə çatanda tarantas sürətini azaltdı. Bundan istifadə edərək tüfənglərin patronlarını yenə dəyişdik və 2 nəfər kazakın müşayiəti ilə yolun hər iki tərəfi ilə piyada irəliləməyə başladıq. Çox keçmədən bir kəklik və bir turac ovladıq. Əlçatmaz bir yerdən açılan atəş və qulağımızın yanından vıyıltı ilə keçən güllə bizi tarantasa qayıtmağa və ehtiyatlı olmağa çağırdı. Buna baxmayaraq təhlükəli heç nə baş vermədi və təxminən 1 saata dağın zirvəsinə qalxa bildik. Dağ sanki dikinə 2 yerə bölünmüşdü. Söni dağında olduğu kimi bu dağın da bəzi yerlərində yol nəhəng ilana oxşayır, enişli yoxuşlu döngələrdə qıvrılır və biz bu döngələri fırlanaraq yoxuşu düşürdük. Yol təhlükəli olmasına baxmayaraq enli idi və 2 araba rahatlıqla yan-yana keçib gedə bilirdi. Üfüqün mənzərəsi füsunkar idi. Biz Qafqaz dağlarının səfində yan-yana dayanmış 2 dağın arası ilə aşağı enirdik. Sağ tərəfdəki dağın ətəyi meşəlik, ortası çılpaq, zirvəsi isə qarla örtülü idi. Soldakı dağ isə ondan biraz alçaqdı. Ətəyi lacivərdi, yuxarısı isə qızılı rəngə çalırdı. Hər iki dağın arasında geniş vadi, daha doğrusu düzənlik uzanıb gedirdi. Gözəl mənzərə idi. Başımı əyib aşağıya baxır və bizi düzənlikdən ayıran məsafəyə nəzər salırdım. Hər döngədə canıma üşütmə düşür. Az qalırdı ki, damarlarımda qanım donsun. Bizim arabaçıya gəlincə sanki qurd ürəyi yemişdi. Yuxarıda güllə səsi eşitdiyimiz andan bəri atları elə 4 nala sürürdü ki, arxamızdan gələn müşayiət dəstəsi xeyli geridə qalır, qabaqda gedənləri isə ötüb keçirdik. Biz əbəs yerə boğazımızı cıraraq arabaçıdan heyvanları belə sürməməsini istəyirdik. O bizə heç cavab vermirdi və nəinki sürət əvvəlki kimi saxlamağa çalışır, hətta əlindəki qamçı ilə heyvanları daha bərk qamçılayaraq sürətlərini artırmağa məcbur edirdi. O arabanı eynən Neron kimi ustalıqla idarə edir, riyaziyyatçı dəqiqliyi ilə yolun tən ortası ilə sürürdü. Bizə təskinlik verən yalnız bu idi ki, heyvanlara vurduğu qamçını hər dəfə qaldırıb çırpanda ucu bir dəfə bizə dəyirdisə, 10 dəfə də onun özünə dəyirdi. 2 saata gedəcəyimiz bu dəhşətli enişi 50 dəqiqəyə endik və beləliklə sürətlə gəlib vadiyə yaxınlaşdıq. Nəhayət dərənin dibinə, başqa cür desək, düzənliyin başlanğıcına gəlib çatdıq. Qarşımızda biraz əvvəl ilan kimi qıvrılan yolun əvəzinə birbaşa Ağsu kəndinin evlərinə aparan düz yol uzanıb gedirdi. Biz bütün çətin, qorxulu döngələri, təhlükəli yolları arxada qoyduğumuzu düşünürdük ki, birdən arabaçı onunla yanaşı əyləşən Kalinaya qışqırdı. Cilovu tutun və sürün, başım gicəllənir, gözüm qaralır. Arabaçının nə dediyini biz başa düşmədik, ancaq onların təlaşlı hərəkətlərindən nəsə xoşagəlməz bir hadisə baş verdiyini hiss edirdik. Atlarımız önümüzdəki yolla sağ tərəfə düz getmək əvəzinə sürətlə irəliyə çapırdılar. Bu isə arabanı birbaşa uçuruma aparırdı. Ora sərt bir eniş idi. Kalina arabaçının əlindən cilovu çəkib aldı, ancaq artıq gec idi. Deyəsən o da başını itirmişdi. Hər şey bir göz qırpımında ildırım sürəti ilə baş verdi. Əvvəlcə arabaçı gözdən itdi. O sürüşdü, daha doğrusu atların arasına düşüb yox oldu. Kalina isə əks tərəfə havaya tullandı. Tarantas qayaya çırpıldı.
Bu zərbədən Moyni arabanın içindən kənara düşdü. Kiçik bir çayın islatdığı gözəl yumşaq otluğun üstünə yıxıldı. Mənə gəldikdə isə əllərimlə bir ağacın budağından yapışmağa macal tapdım. Araba qayaya dəyəndə mən yerimdən elə sıçradım ki, sanki qılınc sıyrılıb qınından çıxdı. Ağırlığıma tab gətirməyən budaq əyildi. Ayaqlarım yerdən 1 fut aralı qalmışdı. Ağacdan sallanırdım. Mən özümü yerə atdım və bununla hər şey qurtardı. Moyni də ayağa durmuşdu. O biri 2 yoldaşımıza baxanda halına şükür edirdi. Arabaçı atların ayağı altında əzilmişdi. Başı və əlləri qan içində idi. Kalina yolun kənarındakı şumlanmış sahəyə düşmüşdü və o qədər də çox zərər çəkməmişdi. Ancaq onu narahat edən yalnız bir şey idi. Rudolfun istehsalı olan çox qiymətli saatım onda idi. Belə ki, tez-tez vaxtı xəbər vermək vəzifəsi ona həvalə edilmişdi. O isə ədəbazlıq edib saatın zəncirini atdan geydiyi jiletin yox, uzun pencəyinin düyməsinə keçirmişdi. Kalina göydə fırlanıb yıxılarkən saatın zənciri ağacın böyük bir budağına ilişmiş və Allah bilir saatı hara tullamışdı. Zəncirin qırığı pencəyin düymə yerindən sallanırdı. Saat isə yoxa çıxmışdı. Kalina xəcalət çəkdiyini mənə bildirdi. Əvvəlcə arabaçıya kömək edək, ona dedim. Saatla sonra məşğul olarıq. Ancaq Kalina başa düşmürdü ki, belə yerdə arabaçı saatdan qabaqdır. O bunun əksini düşünürdü. Əvvəlcə saat, sonra isə insan. Mən təkid etdim. Moyni atların cilovunu yığışdırıb arabadan açırdı. Qafqazda atları xüsusi bir üsulla miniyə qoşurlar. Bizdə atın bağlandığı qayış əvəzinə burada ipdən istifadə olunur. Bizdə qayışı toqqadan keçirirlərsə, burada ipə düyün vururlar. Mən xəncərimi çıxarıb yan ipləri kəsdim. Elə bu an kazaklar gəlib çıxdılar. Onlar uzaqdan bizim atılıb düşdüyümüzü görmüşdülər və indi nə işlə məşğul olduğumuzdan xəbərləri olmadığından köməyə gəlmişdilər. Həqiqətən də onlara ehtiyacımız vardı. Nəhayət belə qərara gəldik ki, arabaçını atların ayağının altından dartıb çıxartmaq mümkün olmayacaq. Odur ki, atları onun üstündən çəkib uzaqlaşdıraq. Arabaçı başından və əlindən yaralanmışdı. Bulaq suyu və cip yaylıqlarımız onun üçün məlhəmli sarğı oldu. Xoşbəxtlikdən yaraları o qədər də ağır değildi. Mən arabaçının yaralarını sarıyanda Kalina saatı axtarmağa davam edirdi. Bu vaxt ağlıma gəldi ki, görəsən arabaçını hansı milçək sancmışdı ki, o belə bir ehtiyatsızlığa səhvə yol vermişdi. Arabaçının nə üçün atları eniş aşağı 4 nala qovduğunun səbəbini soruşdum. O əvvəlcə cavab vermək əvəzinə sustu. Nəhayət etiraf etdi ki, atlar sürətlə təpə aşağı enəndə onun başı fırlanmışdı və həmin vaxt onları qeyri-iradi idarə edirmiş və atları yolun ortasına tərəf yönəltməyə çalışırmış. Daha doğrusu atlar özləri həmin istiqamətdə gedirlərmiş. Mərhəmətli Allahın köməyi ilə dağın ətəyinə qədər hər şey yaxşı idi. Ancaq həmin bu yerə çatanda gücünün və iradəsinin tükəndiyini hiss etmiş və Kalinaya qışqırmışdı. Kalina, cilovdan tutun, mənim başım hərlənir. Arabaçının izahı sadə və səmimi idi. Möcüzə sayəsində salamat qurtardığımıza görə Allaha şükr etməliydik. Allahın bizə yardımı bununla da kifayətləndi və saatın tapılmasında Kalinaya kömək olmadı. Onun peşmanlığına baxmayaraq saatdan əlimizi bir dəfəlik üzdük. Kazakların tarantasın ətrafına bircə dəfə yığışması ilə çox çəkmədən o da əvvəlki vəziyyətinə düşdü. Tarantas bu həngaməyə yaxşı tab gətirmişdi və indi əvvəlkindən daha artıq sürətlə yola düşməyə hazır idi. Atları yenidən qoşdular. Tarantası çəkib yolun ortasına qoydular. Kalina və arabaçı yenə əvvəlki kimi oturacaqda yerlərini tutdular. Ancaq onlar bu dəfə yerlərini dəyişdilər. Yəni Kalina arabaçının, arabaçı isə Kalinanın yerində oturdu. Belə ki, indi tarantası Kalina idarə edəcəkdi. Sevimli saatımın itdiyi yeri tərk edib yenidən yola düşdük. 15 dəqiqə sonra biz Ağsuda, Yeni Şamaxıda idik. Əvvəllər 35-40 min əhalisi olan Ağsuda indi 3-4 min adam qalmışdı və ona görə də orada dayanmağa lüzum yox idi. Biz burada atlarımızı dəyişdik və yolumuza davam etdik. Axşam saat 8-də biz Türyançaya gəlib çatdıq. Burada nəzarətçi məntəqəsinin zabitinin otağında diqqətimi cəlb edən ən qiymətli şey çarpayının baş tərəfində divara asılmış xalçada Konyenin İgit Bua Jilberin qaçırtdığı Kuaneli Rivekka əsəri oldu. Səhər saat 7-də artıq yolda idik. İrəlilədikcə yaşıllığın artması daha çox gözə dəyirdi. Günəşin mülayim və ilıq şüaları adamı xoşallandırırdı. Gözəl yayı xatırladan günlərin birində biz mənzərəli bir yolla gedirdik. Noyabr ayı idi. Saat 11-də növbəti nəzarət məntəqəsinə gəlib çatdıq.
Bilmirdik necə edək. Burada gecələyib sabah Nuxada dayanmadan gedək, yoxsa gecəni Nuxada keçirib bir gündə Knyaz Tarxanovun qonağı olaq? Mən təkidlə Nuxada gecələməyi və Knyaz Tarxanovu görsək də, görməsək də sabah yola düşmək istədiyimi bildirdim. Gecə yarısı olmasına baxmayaraq, arabaçılara yollarına davam etməyi və bizi Nuxanın bələdiyyə rəisinin evinə aparmağı tapşırdım. Tarantaza qoşulmuş atlar 4 nala çapırdılar və 15 dəqiqədən sonra bir neçə çayı sağımızda solumuzda olan ağacları arxada qoyaraq ətrafına 2 qat hasar çəkilmiş, pəncərələrində işıq görünməyən, qapısı bağlı bir evin qarşısında dayandıq. Bu, qonaqpərvərliklə qarşılanmayacağımızın nişanəsi idi.